Bakı şəhəri Nəsimi rayonu Xan Şünski küçəsi 20, mənzil 33-də yaşayan Süleymanov Ramiz Cavadoğlu müraciət ünvanlayıb. Ramiz Süleymanovun problemi Nərmanov rayonu Ceyhun Hacıbəyli küçəsi 30 ünvanda yerləşən avtobaza ilə bağlıdır. Şikayətdə bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və komitənin rəhbəri Kərəm Həsənovun korrupsiya əməli yaradaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Bu məqsədlə çəkiliş qrupumuzla Nərmanov rayonu Ceyhun Hacıbəyli küçəsi 30 ünvanda olub Ramiz Süleymanovun üzləşdiyi problemlər çəkdi. Məlumat üçün bildirək ki, şikayətçi Ramiz Süleymanov Nərmanov rayonu Ceyhun Hacıbəyli küçəsi 30 ünvanda yerləşən avtobazanın səhmlərini alaraq özəlləşdirmiş və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departament tərəfindən 11 sentyabr 2002-ci ildə şəhadətnamə verilmişdir. Mən 1997-ci ildə rəhbərlik edən avtobazanı Səhmlər Cəmiyyət yolu ilə Səhmlər Cəmiyyətə çevirmişəm. Ondan sonra səhmləri alaraq tam özəlləşdirmişəm. 2003-cü ildə Dövlət Əmlak Komitəsinə tam özəlləşdirdiyim obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi haqqında ərizə vermişəm. Ərizəmə heç bir cavab olmayıb. Cavab olmadığı halda Xətai rayon məhkəməsinə müraciət eləmişəm. Tam özəlləşdirdiyim obyektin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ haqqında şəhadətnamə alınması üçün. Xətai rayon məhkəməsi 02-07-2003-cü il tarixli, 02 iyul 2003-cü il tarixli qətnaməsi ilə həmin torpağın mənə satılmasını Dövlət Əmlak Komitəsinin üzərinə qoymuşdur. Onlar qətnaməni icra etməmiş, dəfələrlə bütün dövlət strukturlarına müraciət etməyimə baxmayaraq qətnaməni icra etmədilər və kassasiya şikayəti verdilər Bakı Apellyasiya Məhkəməsinə. Uzun sürən çəkişmələrdən sonra Bakı Apellyasiya Məhkəməsi 19 noyabr 2007-ci il tarixli Xətai rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Həmin şəhadətnaməyə əsasən avtobaza Ramiz Süleymanovun xüsusi mülkiyyəti sayılır. Amma əsas problem də bundan sonra başlayıb. Əmlak məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov sahibkarı incidərək ondan rüşvət tələb etmiş, rüşvətin verilməməsi səbəbindən indi Ramiz Süleymanov məhkəmələrin yolunda qalaraq öz hüquqlarının bərpasına çalışır. Daha dəqiq desək, əmlak məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovdan məhkəmə qərarlarının icrasını tələb edir. Kərəm Həsənov isə Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsini saya salmayaraq rüşvət tələb edərək sahibkarı yollarda qoyub. Sonraki proses mən bütün dövlət strukturlarına, o cümlədən prezident aparatına, şəxsən hörmətli prezidentimizə dəfələrlə müraciət eləmişəm. Müraciəti yönəlib əmlak məsələləri dövlət komitəsinə və komitə hər dəfə bir məktubla cavab verir. İş orasıdır ki, cavab məktubların heç biri bir-birinə uyğun gəlmir. Gəh deyir, falan məhkəmədə baxılacaq, araşdırmadan sonra hansı məhkəmədə baxıla bilər. Xətai məhkəməsi, qətnaməsi var, apellyasiya məhkəməsi, Bakı Apellyasiya məhkəməsi, ali məhkəmə onu təsdiqləyir. Bunu icra eləməlidir. Sadəcə olaraq yazışma ilə məşğuldurlar. Qəbulunda olmuşam Dövlət Əmlak Komitəsi Kərəm Həsənovun. Mənə söz verdi ki, güya mənə kömək edəcək. Heç bir kömək olmadı. Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədovun qəbulunda olmuşam. Mənə söz verdi ki, tam əmin ola bilərsən ki, qətnamə icra olunacaq. Bugünə qədər icra olunur. Kərəm Həsənov tərəfindən mənim hüquqlarım ciddi şəkildə pozulur. Mən bütün dövlət strukturlarına, dövlət başçısına xahiş edirəm ki, pozulmuş hüquqların bərpası üçün məhkəmə eləsin. Torpağın özəlləşməsində Kərəm Həsənovun şöbə müdürü vardı. Əvvəl biri başqa qiymət dedi mənə, rüşvət. Dedim, məndə pul yoxdur.
olmayacaq da. Sonra onu çıxartdılar. Fərhad Əliyev vaxtında həbs elədilər. Başqa biri gəldi. O da 500.000 pul istədi məndən. Dedim, o pul məndə ola bilməz. Mən elə pulu görməmişəm heç. Sonra həmin adamdır həbs elədilər, Marif Qurbanova. Yəni bu sırf Kərəm Həsənov o vaxt hələ Fərhad Əliyev İqtisadi İnkişaf Naziri olanda bu özəlləşdirmə departamentinin sədri idi. Şəxsən onun tərəfindən mənim hüquqlarım pozulur. Ramiz Süleymanov mülkiyyətində olan avtobazla yerləşdiyi torpaq sahəsini özəlləşdirmək məqsədi ilə 18 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlak Özəlləşdirilməsi Departamentine müraciət etmişdir. Departament isə heç bir cavab vermədiyinə görə Ramiz Süleymanov departamentə qarşı özəlləşdirilmiş müəssisənin yerləşdiyi torpaq sahəsinin satılmasına və torpağa mülkiyyət hüququ haqqında şahidnamə verilməsinə məcbur edilməsinə dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edib. Xətai rayon məhkəməsinin 2 iyul 2003-cü il tarixli qətnaməsində iddia təmin olunub. Cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti üzərinə Nərmanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 30 ünvanında yerləşən 7 hektar torpaq sahəsini Ramiz Süleymanova satılması və torpaq mülkiyyəti hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuşdur. Amma məhkəmə qərarları da işin həll olunmasına təsir göstərmir. Şikayətçi bildirir ki, idarəni qırmağa və istədikləri pulu almağa nail olmaq məqsədi ilə Kərəm Həsənovun müavini Rafiq Cəlilov yenə də qətnamədən kassasiya şikayəti verib. Lakin yenə də məhkəmə Ramiz Süleymanov xeyrinə qərar çıxarmışdır. Ali məhkəmənin qərarından sonra Kərəm Həsənov qətnaməni qərəzli olaraq icra etməmiş. Xətai rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi qətnamənin icra edilməsinə ciddi yanaşmamışlar. Bu səbəbdən Ramiz Süleymanov cavabdehlər Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı cavabdehlərin hərəkətsizliyi ilə əlaqədar iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edib. 13 sentyabr 2011-ci il tarixli qətnamə ilə iddia təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2007-ci tarixli qətnaməsinin qərəzli olaraq icra etməməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məsul vəzifəli şəxslərinin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Bunlar əsas göstərir ki, bir əsas göstərdilər ki, Bakı şəhər icra hakimiyyəti Azbala Abdalov məktubu var ki, o ərazidə torpağın özəlləşmə sənədləşməsi olmasın. Bu əsas deyil. Yəni, Dövlət Əmlak Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti strukturu deyil. Onun göndərdiyi məktubuna əsas ola bilməz. Bu dövlət torpağıdır. Azərbaycan Respublikası Prezidentinin fərmanı var. İmini bu torpağı yalnız mən özəlləşdirə bilərəm. Əgər mənim gücüm çatmasa, ərizə ilə müraciət edə bilərəm ki, mənim iqtisadi cəhətdən gücüm çatmır, başqa kimsə özəlləşdirsin. Bu yalnız mənə məxsus ola bilər. Yəni, mən özəlləşdirə bilərəm. 19 dekabr 1997-ci il Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında. Dəfələrlə onların qarşısında məsələni qaldırmışam. Daha onlar hörmət mənasında mənə hörmət edir güya. Hacıbala Abutalıbov verdiyi məktubun ləğv olunması haqqında Sabahlı rayon məhkəməsi qarşısında iddia qaldırdılar. Və Sabahlı rayon məhkəməsi də onlara iddiası rədd elədi və qərarda da göstərdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun verdiyi məktub mənim tam özəlləşdirdiyim obyektin yerləşdiyi torpaq sahəsində özəlləşdirilməsi üçün qadağa qoya bilməz və rədd elədi onların iddiasını. Bu qətnamə də məndə var, mən təqdim eləmişəm görək. Bax belə, bu cür olmaz. Ən axırda mən çarəsiz qalıb Avropa məhkəməsinə müraciət eləmişəm. Hüquqların dövlət məmuru, əmlak məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən pozulur, həmin hüquqlarının bərpası üçün məhkəmə eləsinlər. Bundan əlavə, həmin ərazidə yerləşən Teleradio İstehsalat Birliyinin yerləşdiyi dövlətə məxsus torpaq sahəsinin Kərəm Həsənov tərəfindən qanunsuz satılması ilə bağlı növbəti süjetimizdə ilginc faktlar haqqında məlumat verəcəyik.
Müzik